İngiltərədə həkimlər artıq xəbərdarlıq edir. Meningit artıq klassik simptomlarla başlamaya bilər. Burada diqqətli olun. Students queue around the block today at the University of Kent for one of the 5,000 vaccines being offered. How are you feeling about that? Yeah, fine. Nurses in PPE administering the jabs inside the campus sports hall. As the news emerged, a second Canterbury university's been hit with a case of meningitis B. Sizə meningit xəstəliyi barədə lazımi məlumatları verəcəm. Diqqətlə dinləyin. Meningit beyin və spinal qişaların iltihabıdır. Bəzən saatlar içərisində ölümcül ola bilir. Son klinik müşahidələrə görə, xüsusilə İngiltərə praktikasında xəstələr çox zaman qeyri-spesifik simptomlarla müraciət edir. Yəni başa yayılmış, diffuz adlandırdığımız progressiv bir baş ağrısı, subfebril və yaxud yüksək hərarət, yuxululuq və ya davranış dəyişiklikləri, işığa, səsə qarşı həssaslıq kimi erkən mərhələdə boyun rigidliyi olmaya bilər. Burada kritik məqamlar nədir? Klassik triada dediyimiz qızdırma, boyun sərtliyi və şuur pozğunluğu hər xəstədə olmur. Məhz ona görə diaqnozun gecikməsi baş verir. Bəs riskli gedişatlar hansıdır? Bakterial formalar, xüsusilə meningokok sürətli septik şoka keçə bilir. İkinci, viral meningit daha yüngül, gedişli olsa da klinik ayırd etmək ilkin mərhələdə çətin ola bilir. Üçüncüsü isə uşaqlar, gənclər və immun sistemi zəif xəstələr yüksək risk qrupundadır. Tövsiyə edirəm ki, şübhə varsa xəstəyə izlə və gözlə prinsipi ilə yanaşmayın. Birinci növbədə təcili olaraq hospitalizasiya edilsin, ikinci növbədə erkən empirik antibiotik başlansın, üçüncü növbədə peyvəndlənmə meningokok, pnevmokok üzrə mütləq olunsun. Bəli, yekun mesajım odur ki, meningit artıq kitabda yazıldığı kimi başlamır. Klinik şübhə varsa gecikmək ölümə səbəb ola bilər.